Səba surəsi Məkkədə nazil olmuşdur. 54 ayədir. Bağışlayan və mehriban Allahın adıyla. Göylərdə və yerdə nə varsa, hamısının sahibi olan Allaha həmd olsun. Ahirətdə də həmd ona məxsusdur. O hikmət sahibidir. Bəndələrinin bütün əməllərindən xəbərdardır. Yerə daxil olanı da, yerdən çıxanı da, göydən enəni də, göyə qalxanı da O bilir. Allahdan heç nə gizli qalmaz. O rəhm edəndir, bağışlayandır. Ayələrimizi inkar edənlər, qiyamət bizə gəlməyəcəkdir, dedilər. Ya Peyğəmbər, sən onlara de, xeyr, qeybi bilən Rəbbim and olsun ki, qiyamət sizə gələcəkdir. Nə göylərdə, nə də yerdə zərrə qədər bir şey ondan gizli qalmaz. Bundan kiçik, yaxud böyük elə bir şey yoxdur ki, açıq aydın kitabda, lövh-i məhfuzda olmasın. Bütün bunlar ona görədir ki, Allah iman gətirib yaxşı işlər görənləri mükafatlandırsın. Məhz onları bağışlanma və tükənməz, gözəl, minnətsiz ruzu gözləyir. Bizi aciz buraxacaqlarını, əzabımızdan qaçıb canlarını qutara biləcəklərini zənn edərək, ayələrimiz barəsində onları batil etməkdən ötürü cəhd göstərənlər isə şiddətli, iyrənc bir əzaba düçar olacaqlar. Kitab əhlindən elm verilmiş kimsələr, Rəbbindən sənə nazil edilənin, Qur'anın haqq olduğunu və onun möminlərə yenilməz qüvvət sahibi, hər cür şükrə, tərifə layiq olan Allahın yolunu göstərdiyini görürlər. Kafirlər öz aralarında Peyğəmbər əleyhissalama istehza edərək bir-birinə dedilər, siz parça-parça olub dağılandan, çürüyüb torpağa qarışandan sonra yenidən yaradılacağınızı, dirildiləcəyinizi xəbər verən bir adam göstərəkmi? Görəsən, o Allaha qarşı özündən yalan uydurur, yoxsa bir dəliliyi var? Xeyr, ahirətə inanmayanlar özləri əzab içində, haqdan uzaq bir zəlalət içindədirlər. Məyər onlar başlarının üstündəki göyü və ayaqlarının altındakı yeri görmürlərmi? Əgər istəsək onları yerə batırar, yaxud göyün bir parçasını onların başına indirərik. Şübhəsiz ki, bunda tövbə edib Allaha tərəf dönən hər bir bəndə üçün ibrət vardır. Həqiqətən biz Davuda öz dərgahımızdan bir lütf bəxş edib, siz ey dağlar, siz ey quşlar, onunla, Davudla birlikdə Allahı təqdis edib şəninə təriflər deyin deyə buyurduq. Və dəmiri onun üçün onun əlində yumşaltdıq. Davud dəmiri əritmədən əlində mum kimi yumşaldıb, istədiyi şeyi ondan düzəldərdi. Biz Davuda belə buyurduq, geniş, uzun, insanın bədənini örtən zirehlər düzəld. Onları toxuduğun zaman ölçüyə riayət et. Zirehin həlqələri bir-birinə uyğun gəlsin, biri böyük, biri kiçik olmasın. Və siz də, ey Davud ailəsi,
yaxşı işlər görün. Həqiqətən mən sizin etdiyiniz əməlləri görürəm. Süleymana da küləyi ram etdik. O, külək, səhərdən günortaya qədər 1 aylıq yol, günortadan axşama qədər də 1 aylıq yol gedirdi. Bir gündə 2 aylıq məsafəni qət edirdi. Onun üçün mis mədənini sel kimi əridib axıtdıq. Davud dəmiri əlində yumuşaldıb, istədiyini düzəltdiyi kimi, Süleyman da misdən istədiyini düzəldirdi. Cinlərin bir qismi Rəbbinin izni ilə onun yanında işləyirdi. Onlardan hər kəs Süleymana itaat etməyib əmrimizdən çıxırdısa, ona cəhənnəm odunun əzabından daddırardıq. Onun, Süleyman üçün nə istəsə, məbədlər, uca qəsrlər, heykəllər, 1000 nəfərdən ibarət qonağın və qoşunun birlikdə oturub yiyə biləcəyi böyük hovuzlara bənzər çanaqlar və yerindən tərpənməyən iri qazanlar düzəldirdilər. Sizə ey Davud ailəsi, Allaha şükranlıqla itaat edin, bu nemətə şükr edin. Bəndələrimdən nemətlərimə şükr edəni azdır. Sonra Süleymanın ölümünü hökm etdiyimiz zaman, onun öldüyünü onlara, cinlərə, ancaq Süleymanın əsasını yiyən bir ağac qurdu xəbər verdi. Süleymanın əlini dayayıb durduğu əsasınandan sonra, o, ölmüş vəziyyətdə yerə yıxıldıqda, cinlərə bəlli oldu ki, əgər onlar qeybi bilsəydilər, alçaldıcı əzab, məşəqqətli iş içində qalmazdılar. Səba tayfasının yurdunda qüdrətimizə dəlalət edən bir nişanə var idi. Orada sağdan və soldan dağla əhatə olmuş 2 bağça var idi. Səba əhlinə belə buyurulmuşdu: Rəbbinizin ruzisindən yeyin və ona şükr edin. Yurdunuz gözəl bir diyar, Rəbbinizdə bağışlayan bir Rəbbidir. Lakin onlar itaətimizdən üz döndərdilər. Biz də üstlərinə ərin bəndinin selini göndərdik. Bunun nəticəsində yurtlarını su bastı. Onların 2 gözəl bağçasını tikanlı, acı meyvəli, içərisində yulğun ağacları və biraz da sidr ağacı olan 2 bağçaya çevirdik. Onların nankörlüklarına görə belə cəzalandırdıq. Biz heç nankördan başqasına cəza mı verərik? Onların Səba əhlinin yurdu ilə bərəkət verdiyimiz məmləkətlər arasında bir-birinə bitişik, abad qəsəbələr inşa etmiş, orada gediş-gəliş yaratmışdı. Belə ki, səfər zamanı yolçular o qəsəbələrin birində istirahət edir, axşam isə digərində yatıb dincəlirdilər. Onlara belə demişdik: gecələri, gündüzləri istədiyiniz vaxt orada arxayın gəzib dolanın. Lakin onlar, ey Rəbbimiz, səfərlərimizin arasını, məsafəsini uzaq et dedilər və öz-özlərinə zülm etdilər. Biz onları pərən-pərən salıb, dillərdə dastan etdik. Həqiqətən bunda çətinliklərə səbr, nemətlərə şükr edən hər bir kəs üçün ibrətlər vardır. İblisin onlar haqqındakı zənni düz çıxdı. İçərilərindən bir dəstə mömin istisna olmaqla hamısı ona uydu. Əslində iblisin onlar üzərində heç bir hökmü yoxdur. Lakin biz ahirətə inananla ona şəkk edəni ayırt edib bilmək üçün iblisə bu imkanı verdik. Sənin Rəbbin hər şeyi hifz edəndir. Möminlərin və kafirlərin əməllərini mühafizə edər, qiyamət günü həriyə öz əməlinin cəzasını verər.
Ya Peyğəmbər, müşriklərə de, Allahdan başqa Tanrı zənn etdiklərinizi köməyə çağırın. Onlar göylərdə və yerdə zərrə qədər bir şeyə sahib deyirlər. Nə onların bunlarda, göylərdə və yerdə bir şərikliyi var, nə də Allahın onlardan bir köməkçisi var. Onun huzurunda izn verdiyi kimsələr istisna olmaqla heç kəsin şəfaəti fayda verməz. Elə isə hansı ağılla bütlər sizi Allaha yaxınlaşdıracaq, sizin üçün Allahdan şəfaət diləyəcəklər deyə onlara ibadət edirsiniz. Nəhayət, bəzi möhtərəm zatlara şəfaət etməyə izin verildiyinə görə, məhşərə gətirilənlərin ürəklərindən o müthiş qorxu çıxınca, onlar şəfaət edəcək kəslərdən, yaxud mələklərdən sevinclə Rəbbiniz nə buyurdu deyə soruşar. O biriləri də haqqı buyurdu, şəfaətə izin verdi. O hər şeydən ucadır, hər şeydən böyükdür deyə cavab verərlər. Ya Peyğəmbər, müşriklərə de, göylərdən və yerdən sizə ruzi verən kimdir? Əgər onlar sənə bilmirik deyə cavab versələr, de, Allahdır. Elə isə doğru yolda olan, yaxud haqq yoldan açıq aydın azan bizik, yoxsa siz? De, siz bizim etdiyimiz günahlar barəsində sorğu-sual olunmayacaqsınız. Biz də sizin etdiyiniz günahlar barəsində sorğu-sual olunmayacaq. De, Rəbbimiz qiyamət günü bizi bir yerə toplayacaq və aramızda ədalətlə hökm edəcəkdir. Haqq olanlar cənnətə, nahaqq olanlar isə cəhənnəmə gedəcəklər. Ədalətlə hökm edən, müşkülləri açan, nə hökm etdiyini bilən ancaq odur. De, ona qoşduğunuz şərikləri bir mənə göstərin. Xeyr, heç kəs ona şərik ola bilməz. Yenilməz qüvvət, hikmət sahibi ancaq o bir olan Allahdır. Ya Muhammed, biz səni təkcə öz qövmünə deyil, bütün insanlara müjdə verən və cəhənnəm odundan qorxudan bir Peyğəmbər göndərdik. Lakin insanların əksəriyyəti bunu bilməz. Onlar, müşriklər, əgər doğru danışırsınızsa, bir xəbər verin görək, bu vəd, əzab vədəsi nə vaxt yerinə yetəcəkdir deyə soruşarlar. Onlara belədir, sizə vəd olunmuş bir gün, qiyamət günü vardır ki, ondan bircə saat belə nə geri qalar, nə də irəli keçə bilərsiniz. Kitab əhlinin möminləri Məkkəlilərə, biz sizin Peyğəmbərinizin vəsflərini öz kitablarımızda görmüşük söylədikləri zaman, kafir olanlar dedilər, biz nə bu Qur'ana, nə də ondan əvvəlkilərə, Tövrata və İncilə inanırıq. Ya Muhammed, kaş sən o zalimləri haqq hesab üçün Rəbbinin huzurunda saxlanılıb, bir-birinə söz qaytardıqları, bir-birini təqsirləndirib məzəmmət etdikləri və acizlərin dünyada özlərini yuxarı tutanlara, tabe olanların öz rəislərinə, əgər siz olmasaydınız, biz mütləq mömin olardıq dedikləri zaman görəydim. Dünyada özlərini yuxarı tutanlar da acizlərə belə cavab verərlər. Acaba sizə doğru yol göstərən rəhbər gəldikdən sonra sizi ondan biz mi döndərdik? Xeyr, siz özünüz günahkar ediniz. Könüllü surətdə küfrü qəbul etdiniz.
Acizlər özlərini yuxarı tutanlara deyərlər: xeyr, bəs gecə-gündüz qurduğunuz hilələr, o zaman ki bizə Allahı danmağı və ona şəriklər qoşmağı əmr edirdiniz. Onlar əzabı gördükdə için peşman olarlar. Küfr edənlərin boyunlarına zəncir vurarıq. Onlar ancaq dünyada etdikləri əməllərin cəzasını çəkərlər. Biz hər hansı bir məmləkətə kafirləri Allahın əzabı ilə qorxudan bir peyğəmbər göndərdiksə, onun naz-nemət içində yaşayan zəngin başçıları ancaq biz sizinlə göndərilənləri, Allahın hökmlərini, risaləti, möcüzələri inkar edirik, dedilər. Onlar bizim mal dövlətimiz və övladımız iman gətirən bu yoxsullarınkindən daha çoxdur və bizə əzab da verilməyəcəkdir. Əgər Allah bizdən razı olmasaydı, bol ruzi verməzdi, dedilər. Ya Peyğəmbər, de, Rəbbim istədiyinin ruzisini artırar, istədiyinkini də azaldar. Lakin insanların əksəriyyəti bunu bilməz. Sizi bizə yaxınlaşdıran nə var dövlətiniz, nə də oğul uşağınızdır. Yalnız iman gətirib yaxşı işlər görənlərin dünyadakı əməllərinə görə mükafatları qat-qat, 1-ə 10 artıq olacaq və onlar cənnət otaqlarında, cənnətin yüksək məqamlarında əmin-amanlıq içində yaşayacaqlar. Bizi aciz buraxacaqlarını, əzabımızdan qaçıb canlarını qutara biləcəklərini zənn edərək, ayələrimizi batil etməyə, nurumuzu söndürməyə cəhd göstərənlər isə, qiyamət günü gətirilib, əzaba düçar ediləcəklər. Ya Peyğəmbər, de, həqiqətən Rəbbim bəndələrindən istədiyinin ruzusunu bol edər, istədiyinkini də azaldar. Allah yolunda nə xərcləsəniz, Allah onun əvəzini verər. O ruzi verənlərin ən yaxşısıdır. O gün, qiyamət günü Allah onları, müşrikləri, kafirləri bir yerə yığacaq, sonra da mələklərə belə deyəcək: bunlar sizə mi ibadət edirdilər? Mələklər: sən pak və müqəddəssən. Bizim ixtiyar sahibimiz onlar deyil, sənsən. Xeyr, onlar bizə yox, cinlərə, şeytanlara ibadət edirdilər. Müşriklərin, kafirlərin əksəriyyəti onlara, cinlərə iman gətirmişdi deyə cavab verəcəklər. Bugün bir-birinizə nə bir xeyir, nə də bir zərər verə bilərsiniz. Zalimlərə də dadın dünyada yalan hesab etdiyiniz cəhənnəm odunun əzabını deyəcəyik. Ayələrimiz onlara, müşriklərə açıq-aşkar olaraq oxunduğu zaman, bu ancaq sizi atalarınızın ibadət etdiklərindən, bütlərdən döndərmək istəyən bir adamdır deyər. Qur'an haqqında isə bu uydurma yalandan başqa bir şey deyildir söyləyərlər. Kafir olanlara haqq, Qur'an gəldiydi onun barəsində, bu yalnız açıq-aşkar bir sehr deyərlər. Halbuki, ya Muhammed, biz onlara oxuyacaqları bir kitab verməmiş və səndən əvvəl də özlərinə Allahın əzabı ilə qorxudan bir peyğəmbər göndərməmişdik. Onlardan, Məkkə müşriklərindən əvvəlkilər də öz peyğəmbərlərini təksib etmişdilər. Bunlar, Məkkə əhli onlara verdiklərimizin, mal dövlətin, qüdrətin, ömrün 1/10 belə nail olmamışlar. Amma onlar mənim peyğəmbərimi yalançı saydılar. Ya Muhammed, bir görəydin, mənim onları inkar etməyim necə oldu? Peyğəmbərləri inkar etdikləri üçün
mən də o kafirləri inkar edib, onlara olan neymətimi nifrətlə əvəz etdim. Hamısını məhv edib, yeryüzünü onlardan büsbütün təmizlədim. Bu Məkkə müşriklərinə bir ibrət dərsi olmalıdır. Ya Peyğəmbər, bu müşriklərə de, mən sizə ancaq bir öyüd verəcəyəm. Allah xatirinə, məni dinlədikdən sonra məclisimdən 2-2, 1-1 durun. Durub gedin, sonra da bir dərindən düşünün. Görəcəksiniz ki, sizin yoldaşınızda, Muhammed əleyhissalamda heç bir divanəlik əsəri yoxdur. O yalnız qarşıdakı şiddətli əzabla, düçar olacağınız axirət əzabı ilə sizi qorxudan, xəbərdar edən bir Peyğəmbərdir. De, mən bunun müqabilində sizdən heç bir mükafat istəmirəm. O sizin olsun. Mənim mükafatım ancaq Allaha aiddir. O hər şeyə şahiddir. De, Rəbbim haqqı, vəhyi və risaləti öz peyğəmbərlərinə nazil edər. O qeybi ən yaxşı biləndir. De, haqq, İslam dini gəldi. Batil, küfür, şirk bir də nə gözə görünər, nə də geri qaydar. Haqq gələn kimi batil bilmərrə yox oldu, çünki o özlüyündə puşdur. De, əgər mən haqq yoldan azsam, bunun zərəri ancaq mənə olar. Yox, əgər doğru yolla getsəm, bu da Rəbbimin mənə vəhy etdiyi Qur'an sayəsindədir. Həqiqətən o kimin nə dediyini eşidəndir, dua edən bəndələrinə yaxındır. Ya Peyğəmbər, sən onları, müşrikləri bir qorxduqları zaman görəydin. Nə qəribə mənzərə, artıq qaçıb can qutarmağa heç bir imkan yox, özləri də cəhənnəmə yaxın bir yerdə yaxalanmışlar. Onlar ona, Qur'ana və Məhəmməd əleyhissalama inandıq deyərlər. Amma axirət kimi uzaq bir yerdən əlləri imana, tövbəyə necə çata bilər? Axirət aləminə getdikdən sonra heç kəsin əli imana, tövbəyə yetişməz. Çünki axirətdən qayıdıb bir də dünyaya gəlmək mümkün deyildir. İman və tövbə yeri yalnız yaşadığınız dünyadır. Halbuki onlar bundan əvvəl onu, Allah kəlamını yaxud Peyğəmbəri inkar etmiş və bilmədikləri şeylər, qiyamət gününün, cənnət və cəhənnəmin olmaması və qeybə dair başqa xəbərlər barəsində danışmışdılar. Artıq onlarla istədikləri şey iman və tövbə arasında əngəl törədilmişdir. Bir də dünyaya qayıdıb tövbə və iman sahibləri olmaları qeyri-mümkündür. Daha öncə özlərinə bənzər kəslər, kafirlər barəsində də belə edilmişdir. Çünki onlar da axirət əzabı barəsində dərin bir şəkk içində idilər.